Ötən il Azərbaycana Çindən 8000 tabutun gətirilməsi ictimaiyyət arasında suallar doğurub. Bu qədər böyük həcmdə tabutun ölkəyə hansı məqsədlə idxal edildiyi, sifarişçinin kim olduğu və tabutların harada saxlandığı ilə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Bölgə TV xəbər verir ki, Modernaz məsələni araşdıraraq müxtəlif dini icmaların və aidiyyatı qurumların mövqeyini öyrənib. Azərbaycanda fərqli dini icmaların mövcudluğunu nəzərə alaraq ilk olaraq qeyri-müsəlman dini icmaların mövqeyi araşdırılıb. Sorğular göstərir ki, ölkədə fəaliyyət göstərən əsas dini icmaların heç biri bu tabutların sifarişçi olmadığını bildirir. Azərbaycanda Katolik kilsəsinin Apostol prefekturasının mətbuat katibi Toral Ağayev saytımıza açıqlamasında bildirib ki, bu məsələ Katolik icması ilə heç bir formada bağlı deyil. Katolik icması bu tabutların heç birini sifariş etməyib. Ümumiyyətlə bu mövzuda bizimlə hər hansı bir qurum və ya şəxs tərəfindən əlaqə saxlanılmayıb deyə o qeyd edib. Azərbaycanın Pravoslav Xristian icmasının nümayəndəsi Konstantin Pominov da tabutların onların dini icmasına aid olmadığını bildirib. Bu tabutların ölkəyə gətirilməsinin Pravoslav icması ilə heç bir əlaqəsi yoxdur. Kim tərəfindən və hansı məqsədlə gətirildiyi barədə məlumatımız yoxdur deyə o vurğulayıb. Azərbaycan Gürcü Səfərad Yəhudilər dini icmasının sədri Ravvin Zamir İsayev isə məsələyə dini aspektdən yanaşaraq bildirib ki, Yəhudi dəfn ənənələrində tabutdan istifadə olunmur. Yəhudilikdə dəfn tabutda həyata keçirilmir. Bu səbəbdən belə tabutlara bizim icmanın ehtiyacı yoxdur deyə Ravvin bildirib. Beləliklə ölkədə fəaliyyət göstərən əsas qeyri-müsəlman dini icmaların heç bir içindən gətirilən tabutlarla bağlı sifarişçi və ya istifadəçi olmadıqlarını açıq şəkildə bəyan edib. Məsələ ilə bağlı rəsmi mövqeləri dəqiqləşdirmək üçün aidiyyəti dövlət və dini qurumlara da müraciət edib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsindən bildirilib ki, sözü gedən tabutlar komitənin tabeliyində deyil və bu məsələ onların səlahiyyət dairəsinə daxil deyil. Qafqaz Müsəlmanlar İdarəsinin mətbuat katibliyindən zənglərimizə cavab verilməsə də, qurumda çalışan digər məsul şəxslər bildiriblər ki, Qafqaz Müsəlmanlar İdarəsi ilə heç bir əlaqəsi yoxdur və onlar bu tabutların sifarişi və istifadəsi ilə bağlı məlumatlı deyillər. Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri əsasən İslam qaydalarına uyğun şəkildə icra olunur və bu zaman tabutdan istifadə edilmir. Rəna Rövşən qızı, Bölgə TV.